Salam dostlar, hoş gördük sizi. Umarım ki yaxşısınız. Birinci bölüm çok büyük oldu, uzun oldu. Umarım ki bu bölümü biraz kısa tutabiləm. Məndə biraz bu müşkül var, mütəəssifانə bərnaməizm düz gəlmir də. Onun üçün də görürsünüz ki, uzun çıxır. Mən bilmirəm, aya imkanı vardı, məsələn, sizlər də bunu canlı oradan şeir eləyəsiniz ya yox. Əgər imkanı olursa çox yaxşı olar. İnsanlar bəlkə sizin səfərlərinizdə də baxarlar. Pis olmaz. Mən bir 2-3 nəfər də çağıra bilsəm, ya gələrlər ya gəlməzlər, amma görək nə olur da. Tamam. Mən bir tədad dostları çağırdım. Umarım ki, gələrlər yaxşı ola. Gene də salam arz edirəm. Tamam dostlara ki, gəldilər. Çox sağ olun. Təşəkkür edirəm. Azərbaycan Milli Fəallar üçün jurnalism dərslərinin 21-cisinin 2-ci bölümünə başlayıram ki, xəbər yazaq. Yəni əmələn xəbər yazmaq məsələsinə başlayaq. Mən bir 2-3 dənə xəbər, əlbəttə 2-3 dənə deyəndə bir dünya xəbər seçmişəm. Burada sizlə bərabər bunları danışaq, amma icazə buyurun, bir danası əvvəl türküdür. Onu tapım, oradan başlayaq. Mütəəssifanə mən istəyirəm görüm ki, dostlarımızdan türkü yazan vardı. Türkü xəbər bu həftənin içində yazıblar, onu yayaq. Çünki mən xəbər tapmadım. Türkü ərəb əlifbasında heç xəbər yazılmır, elə bilin. Bir dənə əlan xəbər qoydum. Gene bunu itirdim, hardadır? Tapım bunu icazənizlə. Fikirə bu TCS News-dandır. Bunu mən atım görüm. Bəli. TCS News-dan bir xəbərdir, seçmişəm. Tapa bilmədim, bir bunu tapdım. Bizim dostlarımızdan Rəna xanım keçən həftə bir gözəl xəbər yazmışdı. Bu həftə mən görmədim. Kaş yazıydilər. Biz onu danışaydıq. TCS News bu ürünləri linkini qoydum. Dostlar, əgər istəsələr linki açın, oradan baxın. Yazıb ki, səs atın təəccüb əlaməti, bir dənə müməyyiz qoyubdur, bölübdür. İşıqlar darıxır kitabından. Yenə də bir şey. Behzad bəyat fərd həsrət. Mən bundan baş tapmadım, bu nədir? Səs atın. Yəni səsi atın ya səsin atı da deyil axı. Atın. Baş tapmadım, səs atın. Ehtimalən yəni səsizi tulazlayın. İşıqlar darıxır kitabından. Bir dənə kitabda ehtimalən adı İşıqlar darıxır. Onda da səs atın da olar şeir. Məsələn. İşıqlar darıxır kitabın adıdır. Səs atın şeir olacaq. Behzad bəyad fərd adı da həsrət. Beləsi bir şey olacaq. Amma çünki burada çox məlumat verib titridə, bəlli deyir nə deyir. Titridə bir dənəsini yazarıq. Oracan ki, mümkündür bir məfhumu yazarıq. Eləyə bilirik, bəzən o məfhumun mükəmmilin əşağısında ya altın, üstündə ya altında yazaq. Rutitr deyirlər farsda, yazıyır titr. Amma beləsi bir şey əslən yazmamaq gərəkir. Xüsusən bu müməyyizlərlə aramaq, yəni nə mənə? Əgər istəyirsən 2 titr vurasan, intervür 2 titr elə. Niyə bir titri kimi görsədirsən, amma vəsətdə bir xət qoyursun? Servisi ana dili türkcə, parantez arasında,
Yəni deyir ki, bu idarə, məsələn, hangi idarədir bu? Çiçest News'un idarəsi neçə mizi var? Hər mizin bir adı var. Bunun mizinin adı ana dilidir. İster ana dilin desin, yəni Türkçə bir bölümdür. Yəni orada bir Farsça bölüm var, bir ayrı bölümlər var, ictimai, siyasi, iqtisadi, məsələn, Erməni, Kürdi, hər nə Farsı bölümləri var. Bir dənə də orada ana dili adında bir miz var ki, onun dövrəsində oturanlar Türkçə yazırlar. Pəs servisi ana dili, yəni Türkçə 2 nöqtə, onu da qoyubdu hilal arasına, parantez arasına 2 nöqtə, buradan gözəldir. Səs atın, İşıqlar darıxır kitabından. Behzad Bəyat Fərd, burada düz qoyubdu. Titridə qələt idi o şeylər, dırnaq araları. Burada dırnaq araları həsrəti düz salıbdı. Adı yenə həsrətli bu adamın, qələm adı ya müstəar adı. Qələm adı deyirlər buna, İngiliscə pen name deyirlər. Qələm adı, yazı adı, biz orada şeir adı deyirik ya, məsələn, Usta Şəhriyarın adı. Şəhriyar onun pen name'i, qələm adı ya şeir adıdır. Yenə həman işi burada biraz da çoxaldıbdır. Bəlkə yenə də titr vurubdur. Altında bir əks, üstdə həman əksi təkrar eləyibdir. Yəni güya ki, əksidə də gərək həman işi görək biz. Bu çox iştibahdır. Bir əksi 2 dəfə işlətmərik. Eyni adamdan, eyni şeydə. Bizim həyətimizə bənzir, mənim də belə bir əksim var. Əlbəttə, böyük qoymazdım başıma. Amma elə mənim də belə bir həyətimiz beləsə kərpiçləri tökülürdü. Orada durub əks salardım. Cıqqılı bir həyət idi. Yenə də həman titri vurubdur. Səs atın, işıqlar darıxır kitabından. O kitabındanın da bir dənə parantezi var. Bir tərəfi düşüb, bir tərəfi yox. Oraya dan ayırıbdır kitabdan. Kitabından. Bu bir kəlmədir. Onu parantezlə bir-birindən ayırmarıq, parantezdə bağlamayıbdır. Fikrim üstədə elə bu iştibah var idi, yox. Titridə var idi, əşyada o danınla şeyin arasında bir əlamət apostrofes qoyubdur. Heç bilmirəm türkcə adı nədir. Bir işarət qoyubdur. Amma indi yenə də təkrar eləyibdir. Yəni baxın, bu xəbərin buradan 1, 2, 3, 4 dəfə o titr təkrar olubdur. Yəni buradan siz yoruldunuz ya yox, amma mən yoruldum. Yəni bundan bu yüzəsini oxumaq istəmərəm. Bundan bədsəliqəlik mümkün deyil. Əksi 2 dəfə təkrar eləyib, titri 4 dəfə təkrar eləyib, həman şeylə bir dənə tozih verməyibdir. Sonra gəldi, bir şeir yazıbdır. Mən zahirən görək bu qurumların bəzisini dostlara adam hörmət də qoyur, amma nədən əl çəkmirlər? Yol, gərək bunları bağlayam. Ərz edeyim xidmətinizə, mən indi biraz bunu yekəldim, görürüm uzaqdan bu nə deyir. Bu əksinin altında bir şeir yazıbdır. Zahirən şeirdir, daha bəli şeir olacaq. Səs atın, bəlkə bu səs birliyi gəlsin bu kara. Bəlkə bu səs birliyi gəlsin bu kara. Səs atın, bəlkə biri bizləri buradan apara. Pəs bəllidir ki, səslərimizə atırıq da, yəni bu bir istiari şeirdir, yəni şeirdə belə bir şeylər doğrudur, ola bilər. Amma şeir nə qədər belə bir yerə getsə, mənim nəzərimə milləti hərəkətə gətirə bilməz. Milləti hərəkətə gətirmək üçün gərək millətin məsələn, şeirini ona millət o qədər ilgi qura bilmir. Bəlkə roşənfikir, bəlkə ziyalı o şeirindən qura, amma qura bilmir. Səs atın, bəlkə bu səs birliyi gəlsin bu kara. Səs atın, bəlkə biri bizləri buradan apara. Bitilib baxtımızın əyninə yaz uyxuları. Əcninə, diqqət buyurun. Bu qədim türküdən indiyəcən qalır, indi mütəəssifanə bu yavaş-yavaş gedir aradan. Qədim ədəbiyyatımızda n yerinə bəzən c işlənər. İndi İranda yaşayan türklərdən 2 millət ya türklərin 2 bölümü, millət deməyim 2 bölümü 2 müxtəlif coğrafiyada saxlayırlar bunu.
Bir Qəşqailər bu c-ni oxunanı saxlayırlar, bir də Türkmənlər. Amma Azərbaycan türkləri, Azərbaycanda yaşayan türklər və Azərbaycandan Farsistana səpələnən türklər təəssüflə bu c-i saxlamırlar. Təəssüflə deyirəm, çünki bu tarixdən gələnəkdir ərəbcə dilində. Bizim fərhəngimiz, məsələn, bəy deyir ki, bəygidir. Amma o c oxunmadıq, yumuşaq c-dir. Oxunmur, onu biz silirik. Beyg. Hətta farslar bunu beygi deyirlər, elə c deyirlər, amma biz bunu bey deyirik. Bəy deyirik. Amma bu öncələrdə beyg yazılardı, bəy oxunardı. Bu dilimizin, baxın, bu dilimizin zaman içində necə sözlər değişir onu göstərir bizə. Yəni bəllidir ki, biz 100 il, 200 il bundan qabaq elə bunu beyg deyərmişik. Beyg-də yazarmışıq. İndi ona beyg demirik. Bəy deyirik. Bəy-də yazırıq. B-Y yazırıq, olur bey. Bi kimi. Bi. Elə bir farsının bi çəşm yazırıq. Bi abru yazırıq məsələn. O cürsə yazırıq. Amma bəy oxuyuruq. O halda ki, bəyin tarixən yazılısı bir dənə c-nandır. Fars ədəbiyyatı bunu indi özü mənimsəyibdir. Elə o cürsə beyg yazır, beyg saxlır. Amma biz türklər onu silirik. Bir dilin kəlmələrinin tarixdə yumuşalması, değişilməsi normalda qalmır. Yəni, məsələn, deyəmirik ki, filan kəlmə filan şeydən dönübdür. %100 onu deyəmirik. Çünki ehtimalən dönübdür. Məsələn, bu günləri oxurdum, dostların biri yazmışdı ki, yalqızlıq sözü köşün yazmışdı, hardan, amma bu ehtimaldır. Ehtimaldır ki, yalqızlıq sözü təhliq sözündən, təhliq sözü hardan gəlsin, məsələn, filan, belə tarixi bir söz. Amma burada biz görürük ki, bəy oradan gəlib bura. Ya məsələn, n oxunarmış bəzi yerdə. Məsələn, bu əyninə oxuruq. Yəni, bədəninə. Yazısında düz yazılıbdır, çox da gözəl yazılıb. Mən bu oğlana şeirindən, yəni bəllidir, gözəl şeirdir, yəni mən bunu siz deyim. Çünki sözün düzün yazıb, biz başarmırıq, biz qələt oxuruq, qələt yazırıq. Əqninə yaz uyxuları. Əqində olur, əndam da, bədən, başdan aşağı. Bizi hardan götürüb, Tanrı gətirmiş hara gör, ya gör hara. Bu da şeirdir. Mən şeirə görə bir şey danışa bilməyəcəm. Fəqət elə istədim bu titri sizə göstərəm. Titri beləsi yazmayın. Kəlmələrdə də əgər biz bəyi beygi yazsaq. Ha, bunu dedim, yadıma düşdü. Azərbaycan və Türkçədə kəlmələr çox bir-birinin ahəngi ilə gəlirlər. Yəni, musiqisi var kəlmənin. O musiqi ilə kəlmə getməsə, söz getməsə, qələt çıxar. Çünki bir söz ki ağızdan çıxır, onun bir ahəngi var, musiqisi var. O birisi sözlərdə o musiqi ilə gedirlər. Yəni, əgər aşağıdan başlanıb üstə gedir, o birisi sözlər gərək bunu hey üstə aparalar. Əgər üstdən başalıb gəlir əşaya, gərək bu da əşaya gedə. Yəni, olmaz ki, birdən bəsətdə o dövdürlər şeylə adam bağlılar dəstgaha beləsi diaqramlar göstərir. Zərəbanı, qəlbi, filanı, bəhmanı. O cürsü olmaz bizim dilimiz, xüsusən türk dilində. O cürsü bir halət yoxdur. Bizim dilimiz bir ahəngidir, mövcudur. Çox yavaş hərəkət edir bir-birinin ahəngi ilə. Yəni, qabaqdakı ahəng sonra gələn sözə ahəng verir. İndi, məsələn, bunlardan biri xanımla ağanı nə cür çağırırıq?
Məsələn, qədim hörmətli ləbirin çağıranda deyirmişlər xan kişiyə. Xan, yəni böyük adam. Bəlkə də bunun bir ictimai ya siyasi mövqeyiyyətdə xan olaymış ha, amma bu dəlil bəbdə isə hə adama xan deyə bilməyəsiniz, ya bəy deyə bilməyəsiniz. Əgər bir xanıma istəyəydik, eyni xitabı verək, diqqət buyurun. Bir dana kişiyə deyirik, erkək adama deyirik ki, xan. İstəyək, eyni ləqəb ilə, eyni kəlmə ilə bir xanımı çağıraq. Bir dişi mövcud adamı çağıraq. Necə çağırardıq? Xanım. Eyni kəlmədən, amma biri erkəyi göstərdi, biri dişini. Xan, xanım. İndi biz deyirik bəy kişiyə, xanıma nə deyəcəyik? Biz elə xanıma deyirik xanım. Xatun. Amma türküdə əgər orada bəy var, qətən bunun qabağında gərək xanımlara da xitabən eyni kəlmədən olsun. Əgər yoxdur bizim dilimizdə, bəllidir ki, biz bunu unutmuşuq, yaddan çıxartmışuq. Türkiyədə işlədirlər, bəy ya bay, bayan. Mən bir neçə misal zehnimdə var idi, bunları deyəm, amma yazmadığım üçün zehnimdən çıxdı. Bir də ki, biraz daha sürətini gedim, eləyə bilim, bir şey eləyək. Bir dənə məqalə gördüm, onu da qoyun burada, bəlkə dostlar oxuyarlar. Özüm də ondan bir paragraf heç olmasa oxuyayım. Linkini qoyun bura. O da türkcədir. Yavaş gedirəm məni, üzr istəyirəm, gərək biraz sürəti çoxaldan, biraz çox şey eləyək. Bunu da biraz fontunu yekəldim ki, eləyə bilim, uzaqdan görüm. Bu websayt ki, yayıbdır, Ana Yurdum Qaradağım. Bunun arasında addır, qaidətən gərək bir virgül ola. Amma tüm addı biz ona deyə bilmərik iraddır. Ana Yurdum Qaradağım bir ad götürüb bu adam. Bunu qələt tutanmarıq. Amma əgər istəyək bunu bir cümlədə götürək, gərək ad hesablamasaq, deyərik Ana Yurdumdan sonra gərək virgül gəlsin. Türkçəni qoruyaq şeydir, bunun titridir. Titri təkrar eləyibdir. Diqqət buyurun, Türkçəni qoruyaq. Yenə də təkrar eləyibdir. Bunu biz titrin tikrarı yorar. Lütfən işlətməyək. Türkçəni eyni mənətə yazıbdır. Yəni, Türkçə niyə yapışmalıdır? Yəni, o hey axirdə olmasa, nə gərək yapsa Türkçə niyə? Amma tüm o hey yapışıqdır. Biz naçarıq nə ilə onun arasını ayıraq. Əlbəttə, mən qabaqdan bir dəfə demişəm, bir dənə kitab oxudum bu son zamanlarda. Azərbaycan Cumhuriyyətində əlifba əlifbası ilə dostlarımız tərcümə eləyiblər, yazıblar. Yəni, latindən tərcümə eləyiblər, çeviriblər, deyək, tərcümə yox. Yəni, sadəcə latinlikdən çıxadıblar, ərəb əlifbasında yazıblar, çevirdəsi o anlamda. Əlifbanı çeviriblər, yəni, dili yox. Orada gördüm, çox gözəl iş görüblər. O heləri ki, səsləri yoxdur, ə kimi işlənirlər, tüccə. Onu yapışdırıblar. O gözəl bir anlam verirdi. Məsələn, yazırsın, tüccəni bir kəlmə yazırsan. Bir dənə hey vəsət olur. Orta hey, iki gözlü hey çıxır. Qəşəng olur. Kəlmə bir kəlmə olur. Əvvəldə biraz gözə, namənus, naşəkil görsəniz, amma göz adət eləyirsiniz, şəkilli ilə həman əlifbadı gözəl də çıxır. Bu da o n yenə kaş eləyə biləydi, o space ilə nə ilə bunu biraz azaldırlar. Onu dostlardan da xahiş eləmişdim. Bir şey görmədim, mənə də gəlmədi heç olmasa. Dilimiz. Bugünkü Azərbaycanda danışılan dil Türkcə, Türk dili, Türkçi. Diqqət buyurun, görün. Burada ya Türkçi deyək ya Türkü. Baxın, siyağı, baxın, ahəngini kəlməni baxın. Bugünkü Azərbaycancada danışılan dil Türkcə, Türk dili, Türkü ya Türkçi, Türkü. Azərbaycan türkçəsi və başqa adlar ilə adlanır. Orada görürsünüz, Türkçi ağır olur.
Yəni elə bir söz belə gəlirdi yağ kimi, orada düşürük çətinliyə, düşürük dəstəndəza, tormuz edirik, dubara çıxırıq Azərbaycan türkçəsi və başqa adlar ilə adlanır. Bu, diqqətiniz olsun, normalda biz bu türkçə deyəndə farscadan gətiririk. Bunu mənim nəzərimə biraz diqqətli olanda o səsin ahəngi ilə gedərək qabağa düzələr. Cümlədə səslər bir-birinə səs verir. Elə buyurun ki, məsələn, bəzi filmlər göstərirlər, qabaqdakı sərbaz tüfəngini götürəndə, məsələn, çəkir qabağa tərəf belə özünə tərəf, daldaşı da beləsi, elə bir dalda bir dənə karton bir-birini gedir dibəcəm. Bu da o cürdür. Yəni, bizim dilimiz eyni o cürdür. Kəlmələrin biri o birisine əcrü nizam verir. Hamısı o əcrü nizamını getməlidir. Yəni, hamısı o ahəngi tutmalıdır. Əgər bugünkü gəldi, cümləmizdə çox o Q üzündə, yəni Ü üzündə, O üzündə, U üzündə gedəcəkdir. Birdən U-dan İ-yə çönmək çox zor olur. Bu dil Türk dillərinin bir böyük qolu sayılan Oğuz şaxə, Oğuz gerək gələ bu şeyin arasına. Şaxə də budaq deyə bilirik, qol deyə bilirik. Şaxə farscadır. Şaxəsinin bir ləhcəsidir. Mən bu ləhcə məsələsində biraz məsələm var, amma adam bəlkə dilçidir, deyir ləhcədir. Mən bunda bir şey danışa bilmirəm. Bugünkü dünyada Azərbaycanlılar, Türkmənlər və Anadolu və bir neçə başqa Türk xalqları Oğuz tayfalarının nəslindən sayılırlar və bu ləhcələrin arasında bir çox oxşarlar və bənzəyişlər vardır. Diqqət buyursanız, o ləhcələrin filan, bəhman bunları demişəm də o şeylər. Amma adların mütləqa dırnaq arasında salmalı yox. Onu bir cümlədə oxuyarıq, sonra qeydərək də, ya bu paragrafı qurtaraq, sonra qeydək. Bir də o, məsələn, ləhcələrin, o yapışa da bilər, ayrı da ola bilər. Əlbəttə, bizim ortoqrafimiz ki, Tehranda düzəlmişdi, rəhmətlik Dökür Cəvadi heyətinin sağlığında, Allah rəhmət eləsin. Onda deyiblər ki, ayrı yazılsın. Hörmətən ayrı yazılması səlah. Dilçə alimləri filoloq. Filoloqdan sonra əgər filoloqu məna elirsən ki, zəbanşünas, niyə yazırsan, sən türkü mətnində niyə bunu yazırsan zəbanşünas? Niyə demirsən dilçi ya dilşünas? Şünas sözü türkçəyə keçibdir. Yəni bunu işlətmək olar. Türkçə bunu mənimsəyibdir. Mən bilmirəm farscadan gəlibdir ya türkçədən gedib farscaya. Mən burasının mütəxəssis deyiləm. Amma türkçədə bu vardı, şünaslıq vardı, adam şünasdır filan kəs. Bu şünaslıq vardı, bu necə istəyirsən yazasan, filoloqdan sonra nöqtə virgül ya 2 nöqtə qoyacaqsan. Yolu budur ki, qaydətən üçün filoloqu məna elirsən, 2 nöqtə qoyacaqsan. 2 nöqtə qoyacaqsan, yəni mənası. Filoloq 2 nöqtə, dilçi ya dil bilən, ya dilşünas. Zəbanşünas farsca mətni, bir türk mətnidə farscaya niyə məna edirik? Dünya dilləri ümumiyyətdə 3 qola ayrılarlar. Təchizai dillər, təsrifi dillər və ilsaqi dillər. Yaxşı, bunlara getməyək də, bunlar çox sistematik şeydir. Aşağı getdikcə mən bu qismətlərdə çox şeylər danışmaq olar, amma məqalədir, uzundur və bunu oxumanızı rica edərəm. Gözəl məqalədir, bizim dilimizə bizə bəzi bir şeylər örc edər. Amma dostlar, əgər türkçə xəbər bir yeri bilirlər, lütfən yazsınlar, mən xəbər götürüm. İcazənizlə görün bu xəbərlərin hansısını sizə əlan deyim. Bir dənə dostumuz, bilmirəm hansı dostumuz xəbər yazıbdır. Hə, okey, bu xəbəri yazım, çünki burada ehtimalən olacaq özü. Günas TV-dən bir xəbər sizə linkini qoyuram. Lütfən bunu açın. Bunun üstündə çox danışmayacağam. 2 dəqiqə zat danışacağam, çünki xəbərin mətnindən işim yoxdur, fəqət titrindən işim vardı və mühtəvası ilə. Yəni biz burada mühtəva bu günləri sizə deyəcəyəm buradan.
Günaz TV-dən bir dənə xəbər götürdük. Bunu yazan dostumuz kilasımıza da gəlir. Keçən həftə də xəbərini oxuduq. Çox gözəl xəbər yazmışdı. Ha belə keçən həftə türkçə xəbəri oxuduq Rəna xanımdan. O da Günaz TV-dən idi. Çox gözəl xəbər yazmışdı türkçə. Mən eşq elədim və kef elədim. Eşq olsun o iki dostumuza. Amma bu günləri bir xəbər qoyublar. Mən o xəbəri istəyirəm sizinlə paylaşam. امروز در آذربایجان od çərşənbəsi namidə می şود. امروز hangi gün? Bu gün seçənbədir. Siz bu xəbəri doşənbə yazmışsınız ya ha vaxt yazmışsınız? Geçən həftə yazmışsınız, bir ay bundan qabaq yazmışsınız, 5 ay bundan qabaq yazmışsınız, geçən il yazmışsınız. امروز titr qələtdir. در Azərbaycan od çərşənbəsi dırnaq arası yaddan çıxıbdır. Bu müşəxəs bir addır. Gərək gedə dırnaq arasına. Od çərşənbəsi hamısı si də gedəcək onun içinə namidə mi şəbət. Ya od çərşənbə gedəcək onun içinə si eşikdə qalacaqdır. Od çərşənbəsi namidə mi şəbət. Emruz qoncudur. Görsətmir hangi gündən danışırsınız. Əgər bu günü desəz, bu günləri ki mən sizinlə danışıram, seçənbədir. Çərşənbə deyil, sabah çərşənbədir. Bu gün çərşənbə axşamıdır. Əgər mənzuruz o çərşənbədir ki, ildə bir dəfə od yandırarlar, odun üstündən hoppularlar, onun adı son çərşənbə ya od çərşənbəsidir. Ondan sonra bayram olar. Ondan sonra bir ayrı çərşənbə olmaz. Yəni, od çərşənbəsi ilə bayramın arasında ayrı çərşənbə olmaz. Amma bugünkü çərşənbə, yəni mən şimdi sizə danışıram, sabah olacaq çərşənbə. Bu çərşənbə ilə o birisi bayramın arasında bir dənə çərşənbə var. Ya biz iştibah eləmişik, mən iştibah eləmişəm, beləsi düşünmüşəm. İllərdir mən beləsi bilirəm, 52 ildir beləsi bilirəm. Mənim tanıdıqlarım da beləsi bilir. Rəhmətlik Profesor Məhəmmədzadənin xanımısı da beləsi bilirdi. Bir çox adamlar beləsi bilir. Yəni bu günlərə son çərşənbə deyil ki, od çərşənbəsi olur. Od çərşənbəsi gələn həftədir. Buna deyirlər mühtəva qələtdir. Titr qələtdir əvvələn, çünki emruz müşəxəs deyil hangi gündür. Günaz TV bir dana titrini oxuyaq, fəqət lidini oxuyaq, bəqiyyəsini oxumayacaq, görək ki, liddə nə dostumuz nə cür yazıb. Oxumamışam xəbəri. Günaz TV 2 nöqtə gözəl. در آذربایجان ویرگول گذل اسفند ماه را بایرام آیی می نامند. çok güzel. چهارشنبه های اسفند هر کدام نامی دارند. burada bir şey naqisdir. در آذربایجان یا در فرهنگ آذربایجان یا در فرهنگ ترک. burada onun yeri qalır. Cümlənin əvvəl gərək belə başlanır. در آذربایجان یا در چهارشنبه در فرهنگ ترک یا در فرهنگ آذربایجان هر چهارشنبه های اسفند ماه هر کدام نامی دارند و هر یک منتسب به یکی از عناصر چهارگانه یعنی اسم است چهارگانه آب، باد، خاک و hava هستند. منتسب است olmaz. Çünkü 4 dənədirlər, muntasab həstənd. Əstənd də olmaz, əlbəttə. Dəri də, yəni dəri Əfqanidə, Farsidə yox. Dəri də əstənd var. Mütəəssifənə Farsıda yoxdur. Farsı çox naqis dildir. Çox naqis dildir və dəri çox təkmildir şeydən, Farsıdan. Orada əst bir feilidir və feil cəm bağlanır. Müfrəd cəm bağlanır və hər şəkildə işlənir. Mütəəssifənə Farsıda əst cəm bağlanmır və işlədənmir. Amma yazmaq olar. Yəni dəri Farsında yazmaq olar. Hər yekizin عناصر چهارگانه در فرهنگ ملت ترک آذربایجان جایگاه ویژه‌ای دارد. Çox göylüm istər bunu oxuyan görür dostumuz nə yazıbdı. Amma görürəm də orada gözəl, məsələn, Tunqalı farsçasını Tunqal yazmısınız. Onu gördüm burada. O Tunqal elə q ilə yazılacaq, q ilə yazılmayacaqdır. O tələffüzdür. Bəzi yerlərdə q deyirlər. Xüsusən Ərdəbil ətrafında bəzi kəlmələri Azərbaycanın da Şimali Azərbaycanın bəzi yerlərində q çox qəliz deyilir, çox hər yerdə işlənir. Bizim Güney Azərbaycanda q
çox işlənmir. Yerinə q işlənir. Mən də tonqal birinci dəfə görürəm, amma latincəsində tonqal yazılıbdır. Bəlkə də mən burada gemdə biraz yekəldim, bəlkə mənim gözüm görmür. Xeyr, tonqal yazmışsınız, mən onları gördüm. Bəli, gözəl. Yəni aşağıda görürəm ki, o çarşənbəsini salmışsınız şeyin arasına, çox gözəldir. Yəni göylüm istər bunu oxuyam və dostlardan xahiş edirəm oxusunlar. Mən bunu oxuyacağam, olmadı. Yox, oxuyacağam. Sürətlə oxuyalım. دوم چهارشنبه اسفند هر سال در فرهنگ ترکان به عنوان ot çərşənbəsi. Mən bunu bilmirdim ikincidir. Mən fikirdim axirimcidir. Siz yazmışsınız ikincisi. İkincisi olsa yəni geçən həftə çərşənbə. Çünki indi üçüncü çərşənbədir yox. İndi külə çərşənbədir yox. Külə çərşənbədə evləri rəhlərlər. Yəni qədim zaman palçıqla tutardılar, şey elərdilər. İndi xanımlar biraz mali baxımdan zəif olan evlərdə xanımlar çox zəhmətə düşərlər. Fabla, Vitex-dən falan tökərlər, qatarlar, bir dənə maye qatarlar. Ondan divarları silərlər, səxti silərlər, sonra qurudarlar. Eyni elə bir rəhtəhimsən. Qədim zaman kətlərdə evlər qışda bilirsiniz, evdə od yanar, ev tüstü olar, qərə olar. Divarların hər yeri tüstü tutar, his tutar. Bunları gətirərdilər. Qırmızı torpağından ya ağ torpağından ya sarı torpağından ki o kətdə hər nə olsaydı bir maye tutardılar, bir qatıq kimi bir şey düzəldərdilər. Əlləri ilə çəkib o divarı əlləri ilə rəhlərdilər. Əllərinə qurban o xanımların. Bugün külə çərşənbədir, mən bildiyim. Tərif mişəvədir. Çaharşənbə atəş. Buradan, yəni əgər o iradı deyirəm, mühtəvasına əgər baxmasaq gözəldir. Emruz seşənbə 15 İsfənd. Geçən həftəymiş, bu bəllidir. Çünki indi İsfəndin fikirəm 15-dən çoxdur. Yəni fikirəm bu geçən həftə yazılmış. Bir Azərbaycan eydi ot çərşənbəsi. Bilmirəm neçədə İranda. Qoyun baxım şeyə, gedim baxım şeyə. Məzərsən mən tarixə baxım çünki bəlkə özümdə qələt edirəm. Təqvimi lazım isnada niyə deyirəm bura? isna.ir dursam orada tarix gələcək, mən orada tarixi görürəm da. Bu günləri ayın neçəsidir? 15 İsfənd. Düz yazmışsınız dostum. Düz yazmışsınız. Bu günlər ayın İsfəndin 15-idir. Amma 3-cü həftədə, 2-ci həftədir. Mən İraddan çıxdım. Gördünüz, çox sağ olun sizə. Orada həmlə elədim, iştibah həmlə elədim. Yanlışlıq məndədir. Emruz seşənbə 15 İsfənd der Azərbaycan gözəl yazmışsınız parantez arasında. Parantezin ta birincisi 15-dən çox fasiləlidir. O fasilə olmaz. Der Azərbaycan İde ot çərşənbəsi است. Az şəb qəbl ağaz mi şəbət. Yəni seşənbədən başlayır ya çərşənbədən başlayır. Normalda yəni doşanbə axşamından başlanmaz. Məmulən seşənbədən başlar. İn id der bərxi az mənatiq Azərbaycan ocaq, üskü ya tunqal. Üskü, ocaq, tunqal. Neyiz namidə mi şəbət. 3 dənə əgər ad gətirirsiniz, üçün də gərək qoyasınız düymənin arasına. Dırnaq arasına, məzərsizsən. Çünki bunların üçü də, mən özüm şəxsən ocağı oxuyanda dedim bəlkə mənzurum şey deyil, yəni ad deyil. Rəsmdə ocaq falan elərlər. Üskünü görəndə qaldım ki, bu nədir, mənasını bilmirəm və bilmirəm ki, bu adda tanınar. Yenə də bunu qoyacaqsınız, çünki mən özüm bilmirdim. Tunqal da əgər vardı, yenə qoyacaqsınız, Tunqal da olsa qoyacaqsınız dırnaq arasında. Dərham, həmasi tarixi Dədə Qorqud gözəl, dırnaq arasında və eydi o çərşənbəsi işarə şده است. این عید از اعتقاد سابق ترکان به خورشید و آتش سرچشمه میگیرد. سرچشمه میگیرد şeydi, fe'lidir. Fe'li cümlədən virgüllə ayırmarıq. Düzdür. Normalda budur ki, farsı dilində fe'lidən qabaq birini durmağa məcbursan, məqsə məcbursan, nəfəs çəkməyə məcbursan. Amma qaidə budur ki, fe'lidən qabaq virgül qoymazlar. Bunu yadınıza salın. Fəqət mən deməmişəm bunu, onun üçün üzr istəyirəm sizə. Mən gərək bunu deyəydim. Ateş پیش از اسلام در نزد ترکان آتش ویرگول پیش از اسلام در نزد ترکان عنصری مقدس بود. ترکانdan sonra da virgül ister. طبق سنت‌های کهن ترک‌ها در چنین روزی ویرگول آتش روشن کرده و از روی آن میپریدند. یا tarixə görə danışırsınız da, getəcək hocam. Miپرند
yəni elə indi də var, o cürdür, düzdür. Amma tüm tarixi cür danışır, bunu میپریدن تا آلودگی و سستی از انسان دور شود. همچنین gözəl virgülü düz qoyursunuz. روشن کردن آتش به عنوان نماد گرما virgül حکایت از نزدیک شدن به پایان زمستان و سرما. حکایت از سرما است olar یا دارد یا میکند. البته olar است olar حکایت است. نمادگر حکایت از نزدیک شدن فلان است. olar düzdür. Ama من نظرم دارد daha bunu. روشن کردن آتش به عنوان نماد گرما حکایت orada bir tane de virgül ister. حکایت از نزدیک شدن فلان دارد da olar. از قدیمی ترین نشانه های نیایش آتش در دوران تاریخی آذربایجان جزلد ویرگülün ateşkده Azergoşnesb dırnaq arasında Dərnəzdəki Tükantepe Takab Tükantepe gedəcək dırnaq arasına میباشد. میباشد farsıda işlənməz. Necə dedim, əstənd yoxdur. میباشد da yoxdur, işlənməz. Deyərlər, dildə deyərlər, qələtdir. Adına dilə qələti müstələh. Tarix این آتشکده مربوط به دوره باستان است. آتش در ادبیات شفاهی ملت ترک آذربایجان نیز مقدس شمرده می شود. این موضوع را می توان در بسیاری از اصطلاح‌ها gözəl bu zərb istilaha yapışdırmısınız. Gözəl zərbül məsəl yapışıbdı. Yəni gözəl. Bunu mənə də öyrədin. Bunu mənə də öyrədin. Müşahidə kar. Gözəl. Bu عنوان misal ocaq. Ocaq dağının ocağı dağılar. Ocağı dağıdanın ocağı dağılar. Əvvəldəki dırnaq biraz aralıdır. Onu yapışdırmalısınız. Gözəl yazmısınız. Zərbül məsələnin axirində əlamət təəccübü qoyun. Həmişə yadınızda qalsın. Zərbül məsələnin axirində əlamət təəccübü qoyun. Burada bir qarğış haləti var, ya nifrin haləti var, ya ixtar haləti var. Yəni dağıtmayın. Ocağı dağıdanın ocağı dağılar. Əlaməti o təəccüb dedim. Bu ehsaslara dil bilmirəm, biz digər lüğət yazaq ona. یعنی کسی که اجاق را خراب کند خاندانش فنا می شود. و یا oda pənah aparanın ocağı sönməz. Yenə də burada əvvəldəki dırnaq fasiləlidir, aralıdır, ikincisi gözəldir. Yəni üstə baxın, üstdəkində virgül qoymusunuz, aşağısında qoymamısınız. Virgüldə yəni yazmasaz da olar. Onun yerinə parantez də açsaz, onun mənasını onun içində yazsaz həman mənanı verər. Yənidən də qəşəng görsənər. Yənidən sonra iki nöqtə qoymağa məcbursunuz, gərək qoymayasınız, ya virgül qoymağa məcbursunuz, ya virgül nöqtə qoymasınız. Onun görə parantezə salsaz mənanı gözəl çıxar. Üstə bir danasını eləmişdiniz, o çox gözəl idi. یعنی کسی که به آتش پناه میبرد ویرگül ocağaş kur نمیشود. نقطه. همچنین virgül burada yaddan çıxıbdı, keçənki qabaqda bir yerdə virgüldə qoymuşdular. Od çərşənbəsində ocağı boş qoymazlar. Yenə də buna əlamət təəccüb lazımdır. Gözəl zərbil məsələləri yazmışsınız, virgül qoymamışsınız, yənini qoymuşsunuz, yenə də şeyin arasına salın. Gözəldir. Məna yazmışsınız, oxumuram. Aha, və S nöqtə. 3 nöqtə. Bunu bir dəfə demişəm ki, nə deyirəm? Əgər bir sözü silirik vəsətdən, 3 nöqtə qoyarıq onun yerinə, yəni buradan bir şey silmişik, qıssaldıbdır. Axirdə istirik deyək ki, bunun sözün davamı var. İdamə versəm çoxlu şeylər yaza biləm, 3 nöqtə qoyuruq. Əgər cümləmizin axiridir, 3 nöqtə qoyuruq, amma bir istirik axiri eləyək, 4 nöqtə qoyarıq. Bir dana fasilə, bir nöqtə də qoyarıq, onlar 4 dana qutarar. در فرهنگ ترکان به جای لغت چهارشنبه برای هر چهارشنبه به جای لغت indi burada qoyacaqsan dövrəsinə dırnağı. به جای لغت چهارشنبه برای هر چهارشنبه ویرگول نام مخصوصی وجود دارد. در حال حاضر در برخی از مناطق آذربایجان جنوبی نام‌های هفته به صورت زیر است. el günü şənbə, Bazar yekşənbə, duz günü döşənbə, tək günü seşənbə, od günü çərşənbə,
Elə çərşənbə də yazılır. Su günü pənşənbə və cuma ya adina günü cümə. در این میان او günü هنوز هم نام خود را حفظ کرده است، اما 3 çهارشنبه دیگر به مرور زمان تغییر نام دادند. Sağ ol, çox gözəl yazmısınız. Fəqət o irada görə bunu istirdim oxuyam ki, onu da hamısını oxudum. Özüm kef için. Bir daha ayrı xəbər sizə mən bu saytın adı Araz News-dur. Araz News-dan götürmüşəm. Oxumayacağam onu. Bərəks Günazın ki oxudum. Bunu fəqət bir dənə xəbəri nəcür, bunu o xəbər nədir və bunu nəcür yazarıq onu deyəcəm biləcək. Linkini koydum. Lütfen dostlar açsınlar Araz News'dan. در انتقاد از وضعیت موجود دانشگاه 2 نقطه بیانیه انتقادی تشکل‌های دانشجویی دانشگاه صنعتی ارومیه. در انتقاد از وضعیت موجود دانشگاه elə bir dəfə orada yazıyor دانشگاه ارومیه aşağıda yazardı ki مثلا بیانیه انتقادی دانشجویان قطarlar ya təşəkkülهای دانشجویی قطarlardı. Vəli üstdəki düzdür, aşağıdakı titr qələtdir, yetirmir ki buna görə deyirəm. Qoyun bunu oxuyayım sonra deyim. Araz News aşağıda tikr eləyəcək, bəli, tikr eləyəcək. Araz News 2 nokta təşəkkülهای دانشجویی دانشگاه صنعتی ارومیه در انتقاد از وضعیت موجود دانشگاه daşnigah yazıbdır. Qələt olubdur, yəni qələt imlai və qabil iğmazdır. Allah görünməz. Mən düz oxudum əvvəl, sonra özüm gördüm. داشنگاه بیانیه‌ای را خطاب به وزیر علوم منتشر کردند. تیتر غلطی، لید غلطی. Biz burada neçə təşəkküldən danışırıq? Nə deyiblər? Heç olmasa yazaq ki, məsələn, aşağıda imza şumarə qoyublar, yazıblar ki, neçə dənə təşəkkül var? Baxın mən 24 dənə təşəkkül danışçuya etiraz edildi. Tamam. Bir dəfə yaz ki 24 təşəkkül danışçuya vəzir uluma görə danışgahın vəzirinə şikayət edibdi, etiraz edibdi. Cümləni buruşuq salıblar və yetirməyiblər nə olsun. Əhəmiyyət məsələ aradan gedir. Əhəmiyyət məsələ budur ki, 24 dənə təşəkkül danışçuya danışgah sənəti Urmiyə etiraz ediblər. Biz bu cümləni bu kişiliklə yazmaq yerinə 50 dənə kəlməni yığmışıq bir-birinə dibinə, bəlkə 25 dənə kəlmədir. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dənə kəlməni yığmışıq bir dibinə. Bir dənə lid yazmışıq ki, məna vermir. Məna verir ha, yəni ki, məna vermir. Amma o ki istiruq, biz mühüm şeyi qabaqda gətirməliyik. Bir nəfər oxumasa indi, məsələn, bəqiyəsini mən oxumayayım, qalanını oxumayayım. Burada nə düşünürük? Nə bilirik, niyə etiraz ediblər? Nə bilirik, neçə dənə təşəkkülə etiraz ediblər? Nə bilirik, xabağa etiraz ediblər? Nə bilirik, niyə etiraz ediblər? Heç olmasa bu suallarımız ki 5 dənədir, 5 dənədən birinə burada cavab gərək verək. Tamam, gedək o birisinə. Bunun fəqət o şeyini oxuyacağım. Təşəkkülهای دانشجویی də həman iştibahdır. تشکل‌های دانشجویی داشنگاه صنعتی ارومیه در انتقاد از وضعیت موجود داشنگاه بلکه bu bir addır. Mən iştibah edirəm. Çünki bir dənə kəlməni neçə yerdə qələt yazmaq olmaz. بیانیه خطاب به وزیر علوم منتشر کردند. همان üstdəki cümləni təqribən bir گزارش Araz News və به نقل از öğrenci səsi. به گزارش Araz News və به نقل از öğrenci səsi gərək belə yazılar. 2 nöqtə. جمعی از تشکل‌های دانشجویی دانشگاه صنعتی ارومیه در انتقاد از وضعیت این دانشگاه و شیوه مدیریت آن ویرگول بیانیه‌ای را خطاب به منصور غلامی وزیر علوم رژیم ایران صادر کردند. نه o rejimə, nə də o birislərə. Vəzirin həm adını gətirib həmçinin ya bir dəfə yaz ki, vəzir ulum qutarsın getsin. Sonra adını yazarsan, bir ayrı paragrafda ki gələcəkdir, liddir bu hesab. Əslində bu lid budur. Buna həmən o təbliğatçı deyirəm budur ha. Bu təbliğat. İndi bu xəbərə nə deyirik? Bu xəbərə deyirik rəvabit ümumi xəbəri. Yəni bu xəbəri xəbərnigar oturubdur. Bir dənə bir yerdən bir kağız gəlir ruznamiyə ya hər yerdən də
bizim rəsanəmizə bir dənə bu kağız gəlir. Baxırıq şu 24 dənə ya 26 dənə neçə idi? 24 dənə, 26 dənədir. Təşəkkülün imzası vardı. 24 dənə təşəkkülün imzası vardı. Bunlar vəzirə görə bir şey yazıblar. Buna deyirlər rəvabit ümumi xəbəri. Bu xəbər mənbəyi bir dənədir, kafi deyil, özüdür. İmzası gərək olsun, tarixi gərək olsun. Təşəkkürlərin normalda gərək imzaları ol adlarının qabağında, amma olmasa da eləyə bilirik. Bəzən biz məcburuq, əgər məsələn bu 24 dənənin 24-ünün də imzası möhrü qabağında olmasa, gərək zəhbiraq özlərindən soruşaq. Çünki eləyə bilərlər sonra təksib eləsinlər. Təksib eləsələr, onları eləyə bilərlər salalar ruznaməni ya bizim başımıza. Amma əgər möhürləri oldu, falanları oldu, biz nə etməliyik? Biz xəbərnigar olaq. Bunu başdan ayağa oxuyarıq. Bunun içində mühüm bir şeylər ki, biz bu ünvanı bir rəsanə gözümüzü tutur, onların altına xətt çəkərik. Bilirik ki, haraları biz xəbər eləyəcəyik. Sonra o mühümlərdən ən mühümün titriləri yazarıq ki, İstida təşəkkür danışçuya danışgah sənəti Urmiyə 2 nöqtə. Məsələn, دانشگاه امکانات آزمایشگاهی نداره. دانشگاه نیست. یا bir dənə titr götürürük, titr intizai. Yəni kül mətni oxuyarıq, deyərək ki, bunlar deyirlər bura bostandır. Qarpızdır. Yazarıq danışgah sənəti Urmiyə qarpız است. İçinə aktafa götürürük ki, titri intizai veririk. Yəni bir dənə titr qoyarıq. Binabe elam 24 təşəkkül danışçuyi danışgah sənəti Urmiyə qarpız است. Ondan sonra da gəlib bəyaniyənin hamısını yazmaq. Bu bəyaniyə reklamdır. Diqqət buyurun, reklam ki danışırdım budur. Bu bəyaniyə reklamdır. Yəni bir hangi ruznamə İranda bunu çap eləsə, ay başı bunlara fiş göndərəcəkdir. Siz çap elədik 300 min tümən, 500 min tümən, 1 milyon tümən verməlisiniz. Xəbər üçün olsa biz bunun içindən xəbərləri seçərik. O şeylər ki bizim dərdimizdə deyil. Lazım gətirib orada yazırsın, beləsi demişlər, beləsi bu imzanı falanlar, bu təşəkkürlərdə imzanı vurdular. Adları vəl gətirir. O təşəkkürlər ki imza eləyiblər, onların adlarını gətiririk. Bu o şeydir ki, fəqət istəyirdim fərqini biləsiniz ki, xəbəri ki biz özümüz yayırıq, mənbəyimiz bəllidir, müsahibə eləmişik falan, o öz mənbəyimizdir. Bu xəbərdə mənbədir, yenə də biz bunu, bu xəbəri mənbəyindən biz özümüz şey elərik, bu xəbəri bilirik mənbəyi kimdir, ehtiyacı yoxdur, təyid elətdirək. Ondan sonra da xəbərimizin gedərik, xəbərləri ki alırıq ayrı veb saytlardan, ayrı bir məsələn Telegram qruplarından zadından götürürük. O xəbəri gərək ən azı 2 yerdən və yəni ortalama 3 yerdən biz gərək o xəbəri soruşaq ki təyid olunsun bu xəbər düzdür. Bu da bu növ xəbərlər əgər gəlsə bizim mətbuatımıza ya veb saytımıza nə etməliyik? Bir dənə xəbər götürmüşəm sizə, daha o birislər çox xəbər götürmüşəm bu günlər, amma baxın görün neçə dəqiqədir vaxtınızı tutmuşam, 49 dəqiqə. Okey, bir dənə də xəbər qoysam yetişər. Bir dənə də xəbər qoyum, bu da hardan götürdüm, linkini qoydum bura, lütfən götürün. Veb saytın adı Xəbər Türkidir. Xəbər Türki. Amma mən bu saytı nə qədər axtardım, türkçə xəbər tapmadım. Dostlar əgər görsələr bunu mənə xəbər versinlər. Xəbər Türki veb saytı bir formatda düzəldib ki, o zaman ki bir dənə linki qoyur xəbərinə, o xəbərin linkinin səhifəsini gətirir öz səhifəsinə. Agəhisi ilə, zad ilə, hər şeyi ilə gətirir. Diqqət buyursanız, Xəbəri Türki bu Nəsr News'dan, Nigah Sərih xəbər rəsanə, Nəsr News'un xəbəridir bu. Qoyubdur Xəbər Türkiyə, onun səhifəsinin agəhisi ilə, filan ilə, hər şeyi ilə gətirib bura. Yəni təbliğat edir müftəsinə, Nəsr News'a. Və Nəsr News'a agəh verənlərə, Aydındır, filandır, Bəhmandır, bunlar ki ona pul veriblər, agəhisini qoyub bura. Onları bu adam gətiribdir müftəsinə təbliğ edir. Xəbərimizin əgər baxsaz,
Bu niye getmir aşağıya? Ben bunu bir müşkülüm var. Aha düzeldi. Titri budur. اسامی 83 نماینده ای که بر طرح سوال از رئیس جمهور باقی ماندند سند به علاوه سند. Titride çə işlədibdir. Bununla belə ki, Nəsr News bir dənə herfeyi mərkəzdir, amma qələtinə baxın. Buna istiyaq titri vuraq, nə vururuq? Elə bu titrin özün titresi. Görün dostlar, bir titri yaza bilərlər buna. Baxıram. Titri çəyə götürsək, titri cıqqıllaşacaqdır. Və gözəl titr çıxacaqdır. Mən bunu yenə gəldim ki, görüm gözlərim mənim zəifdir. Uzaqdan görənmirəm zahirən. اسامی 83 نماینده‌ای که بر طرح سوال از رئیس جمهور باقی ماندن. Qabaqcan yadınızda olsa bir 100 neçə nümayəndə, 110 idi, neçə idi nümayəndə bir 4 ay, 5 ay bundan qabaq Rəis Cumhura Urmud gölü haqda bir istizaha qalxdılar. Əlbəttə suala qalxdılar, istizaha yox. Rəis Məclis keçən həftələrdə elan elədi ki, Nadir Qazipur soruşdu, bizim niyə suallarımızı gətirmirsiniz? Gərək 10 günəcən gələydi məclisə, indi 5 aydır, 4 aydır gəlmirik. Dedi ki, qəbul deyil, dubarədən yazın suallarınızı, yenidən yazın, imza toplayın. Bu xəbər ona istinad edir, ha, ona görə qələtdir. Bu xəbər o zehnə işarə elədiyi üçün titr qələt vurubdur. Biz buna görə ki, heç vaxt bilmirik bizim xəbərimizi qabaqdan oxuyublar, bilirlər, bilmirlər. Biz həmişə gərək məbnanı boyaqaq ki, bu xəbərdən heç kəsin itilası yoxdur, hətta geçmişindən. Biz elə xəbər yazaq ki, bu adamlar indi oxuyurlar. İndi biz bunlara o məlumat lazımdır verək, hətta keçəcək məlumatı da indi verək. Bunun üçün məsələn yazarıq ki, نام 83 نماینده مثلا سوال کننده از رئیس جمهور افشا شد، اعلام شد. یا ayrıca yazabilirlik. هنوز دریاچه ارومیه 83 nümayəndə پرسشگر دارد. Ayrı titrlərdə vurmaq olar. Fəqət istəyirəm deyəm ki, K-yə götürsək, K-yə yadımızdan çıxasaq və geçəcəkçi xəbəri yadımızdan çıxsa gözəl titr vura bilirik. نصر 2 نقطه برخلاف ادعاهای مطرح شده ویرجول گرک گویید چون دوردوخ مبنی بر منتفی شدن سوال از رئیس جمهور 83 نماینده هنوز بر امضای خود در طرح سوال از رئیس جمهور باقی هستند. تitr lid də qələtdir. Lidin qələti nədir? Biz bilmədik ki, nə üçün bunlar imza vermişdilər ki, indi onlardan 83 qalır. Diqqət buyurursunuz, lid gərək ən mühüm şeyə parmaq qoya. Biz gərək bilək ki, bunlar nə mənə deyirlər. Bir dənə əksi qoyubdur, Rəis Cümhur məclisdə göstərir. Üstündə də bir dənə caption vardır برای مشاهده əks در ابعاد اصلی. Caption در zahirən caption'ı yazıblar ki, əksi böyüdün məsələn. Bəli, caption yəni yazı, alt yazı, ya üst yazı, ya böyür yazı bir əkslərə yazılar. O əksə görə bir tozih verir. Normalda bu əks gərək şeirə yaxınlaşa, şeir kimi ola. Amma o əksi kamil anladı. به گزارش نصر burada qoymayıb nöqtəsini به نقل از الف 2 نقطه gərək qoyulsun burada. طرح سوال از رئیس جمهور در خرداد ماه در مجلس کلید خورد که در ابتدا 130 امضا داشت. Yenə bilmirik niyə. Qələtdir. Küllən cümlə yəni mövzuya qələt giribdi. Xəbəri yazılmayıbdı. Dedim, çünki propagandadır. Propaganda olduğu için خبر پروپاگاندا aparır. این طرح در مجلس با فراز و نشیب‌های زیادی روبرو شد به طوری که با لابی‌های معاون پارلمانی وزارتخانه‌ها و معاون پارلمانی رئیس جمهور ویرگول تعدادی از نمایندگان امضای خود را پس گرفتند. حالا buradan demir ki məsələ nədir? در حال حاضر این طرح
83 امضا دارد و هنوز از حد نصاب قانونی نیفتاده است، چرا که برای طرح سوال از رئیس جمهور تنها به امضای 74 نماینده نیاز است. چیزی حالا bilmiyorum. اما اسامی نمایندگانی که برای امضای خود باقی ماندن به شرح زیر است. Ammanı da niye getirip cümlənin aşağısına bilmirəm. Ondan sonra da bu 83 nəfərin adını yazıbdı. Gərək biz baxaq burada Azərbaycanlı və Türk nümayəndələri neçədən adılar. Xəbərimizi mən olsam xəbəri bunun üstünə yazaram. Milli xəbərnigarla İranlı xəbərnigarın fərqi budur. İranlı xəbərnigar yazar ki, məsələn 83 beləsi yazar, formu ki yazıbdı, gördünüz, xəbər əslən bəlli olmadı. Sualı nədən ötürü soruşublar? Əslən bu sual ki, rəis cümhurdan olacaq nədir? Bilirik Urmuc gölüdür. Amma o Fars istəmir Urmuc gölü gündəmə gəlsin. Ona görə işarə eləmir. Biz nə etməliyik? Biz gərək gələk bu xəbərdə Urmuc gölünün əhəmiyyətini gətirək, Urmuc gölünü gətirək tirtirimizə, nümayəndələri gətirək lidimizə. Məsələn, yazaq ki, titridə 83 nümayəndə Urmuc gölünün nəcatına sual verdi. Genə kəlməsini gətirək. Genə 83 nümayəndə rəis cümhuru Urmuc gölü haqqında sorğuya çəkdi. Burada Azərbaycanlı bir milli fəal kimi xəbər yazırsan. Tamam. Ondan sonra gəlirsən 83 nümayəndə lid yazırsan. Bu məsələni gətirdilər. Sonra paragrafda gəlirsən deyirsən ki, bu 83 nümayəndə qabaqdan 130 nümayəndə idilər. Urmuc gölünə soruşmuşlar. Amma rəis məclis belə elədi, qabaq qoymadı Urmuc gölü mətrəh olsun. O adamlardan, bu adamlar kimlərdir imzalarını alıblar, geri alıblar. Bunların neçəsi Azərbaycanlıdır. Azərbaycan və Türk nümayəndələridir. Ya Türk məntəqələrindən seçilmiş nümayəndələr. Onların adlarını yazarsan, abrılarını aparırsan. Burada olarsan milli. Onda propagandaya girməzsən. Onda propagandaya həm kömək olmasın, həm propagandanın qurbanı olmasın, həm də camiəni propagandaya qurbanı eləməzsən. Diqqət buyurdunuz, nəzər oldu, fərqi nədir? Bu, o xəbəri büdürsü yazılar və onlar Azərbaycancı. İndi bir dənə də ayrı xəbər vardı, onu göndərmirəm. Elə həman veb-saytda xəbəri türkü qoyubdu. Tənha 4 nümayəndəyə Azərbaycan şərqi طرح سوال از رئیس جمهور را امضا کردند. Aftafanı götürəcəksən, deyəcəksən ki, Azərbaycanda 30 neçə nümayəndədən, 40 neçə nümayəndədən fəqət 4'ü imzaladı. Deyəcəksən Azərbaycana kim xəyanət elədi? Titrin gedəcək bura. Nümayəndəgan Azərbaycan və Azərbaycan xəyanət کرد. یا نمایندگان آذربایجانی به ترک ها خیانت کردند. نمایندگان آذربایجان به دریاچه ارومیه خیانت کردند. امضای نمایندگان برای خشکانیدن دریاچه ارومیه. Bilirsiniz, milli gazetəçiliklə milli olmayan, fars olan beləsi fərqi buradadır. Xəbəri yazar, başdan ayağa bilməzsiniz ki, nədən ötürüdür? Urmuc gölü hardadır, nə oldu, əslən keçən dəfə nə olmuşdu, niyə rəis məclis qabağını aldı, nə oldu, Nadir Qazipur neynədi filan, bunları bilməzsiniz. Milli xəbər yazında gələrsiniz, əhəmiyyəti verərsiniz Urmuc gölünə, nümayəndələrin üstünü açarsınız, adların məşrəfi, hangi nümayəndələr imzalarını aldılar, hangisi qabaqdan imzalamışdı, yadınızda olsa qabaqçı seridə, o zamanda bu xəbəri işləyəndə biz adları yazdıq. Yadınızda olsa bir dənə xəbərdə adları gətirdik ki, hangi nümayəndələr Azərbaycanın imzalamayıblar və hansıları imzalayıblar. Beləliklə, o nümayəndələr ki, imzalayıblar, onlardan himayət edirik. Onlar ki, imzalamayıblar, onları xəbərin gündəminə çıxardırıq və abrılarını aparırıq. Bizim vəzifəmiz də oturaq nümayəndələrdən himayət edirik. Bizim vəzifəmizdir ki, onları ifşa edirik. Bəli, görürsünüz ki, burada ifşa eləməyiblər. Əziz dostlar, çox təşəkkür edirəm. 2 saat vaxtınızı aldım bu saniyədən və dərsimizi bu günləri burada qurtaraq. Sizin hamımızı Azərbaycanın böyük Allahına tapşırıram. Sağ səlamət qalın. Gələn həftələrdə, gələn günlərdə, yəni cuma axşamı sizi görmək ümidi ilə sağ qalın. Hələlik.